uçurdu həmin bu qeyri-rəsmi toplantıda iştirak etmək üçün, amma daha sonra Azal təyyarəsinin vurulması və Əliyevin yarı yoldan qayıtması baş verdi. Sizin gözləntiniz, yəni bu nəyin göstəricisi olacaq? Yəni bizə hər halda bu ilin böyük əksəriyyəti beynimizi onunla doldurublar ki, Azərbaycanla Rusiya arasında münasibətlərdə ciddi gərginliklər var və s. Sizin fikirləriniz? Səbəb sizdən başlayaq. Çox sağ olun Sevinç xanım. Sözün üstü nə o vaxt nə də indi elə bir gərginlik hiss edilmirdi. El altından o əməkdaşlıq necə var idi, elə də qalırdı və bu gün də qalır. Azərbaycan bu 4 il ərzində Rusiya qazını, neftini necə satırdı və o müharibəyə dəstək verirdi. Bu gün də davam edir. İndi isə mənə gəlir ki, elə bir maneələr də yoxdur Əliyevin həmən o görüşdə iştirakına. Nəyə görə? Axır ölkədə baş verə biləcək o çevrilişin sirlərini Putin açıqlayıb və Əliyevə çatdırıb. Yəni öz 5-ci, bunların təqdim etdiyi kimi öz 5-ci kolonun başda Ramiz Mehdiyev olaraq təqdim edibdir Əliyevə və o təhlükələri, yəni Əliyev rejiminin üzərində olan, yəni o çevriliş məsələsini nəzərdə tuturam, onları aradan qaldırıb, daha bundan sonra mütləq Əliyev iştirak etməlidir. Mən də tövsiyə edərəm Əliyev, mütləq get də aranızda. Bu oyunları oynadınız da, indi hamıya da bəllidir, bundan sonra da ehtiyac yox, qalmır. Siz bunu mümkün hesab edirsiniz? Mümkündür, Sevinç xanım. Elxan bəy, mənim üçün aşağı başqa bir lakmus kağızı həm də Putinin mətbuat konfransı olacaq. Çünki xatırlayır ki, bundan əvvəl həmin bu Azal təyyarəsinin yerə vurulub salmasından əvvəl Azərbaycanda bəhbəhlə Putinin öz xalqına, öz ölkəsinə etmiş olduğu müraciət birbaşa özdə canlı yayımda yayımlanırdı. Tərcüməsiz filan, güya ki, Azərbaycan Rusiyanın bir quberniyasıdır. Və biz əlbəttə bilirik ki, bu Putin üçün çox əhəmiyyətli bir tədbirdir. Bu əsas Putin şoudur, ilin ən əsas şousudur. O öz ictimaiyyətinə göstərməyə çalışır ki, hər şey qaydasındadır. Biz ölkənin hüdudlarını genişləndiririk. Bizim vergi ödəyicilərimizin sayı artır. Axı belə idi. Siz xatırlayırsınız keçən il ki, bu dırnaqarası mətbuat konfransında Putin danışırdı ki, bəs bizə Ukraynanın işğal olmuş ərazilərində səndim adamlar illərlə onun arasında olublar ki, Rusiya büdcəsinə vergi ödəsinlər, görürsün, nə qədər bizə təzə vergi gəlir tutulmuş ərazilərdən. Buyurun, sizin üçün bu nə olacaq? Valla mən düzü inanmıram gedə İlham Əliyev. Mən belə başa düşürəm hələ ki. Çünki Qazaxıstan baş nazirinin müavini, həm də nəqliyyat nazirləri, yəni infrastruktura və nə bilim nə naziri, rabitə filan hamısı bir yerdə. Onun açıqlamasından mən belə başa düşdüm ki, təyyarə ilə bağlı hələ də aydınlıq yoxdur. Daha doğrusu Moskvanın təzyiqləri altında bir mənalı olaraq Rusiyanın Azərbaycan mülkiyyəti olan, Azərbaycan xalqının əmlakı olan Azal hava deməli yollarına məxsus həmin o təyyarə ilə bağlı bir mənalı qərar yoxdur. Çünki oxuduğumuz məlumatlarda belə gedir ki, Qazaxıstan tərəfi, yəni komissiya rəhbərlik edən tərəf bildirir ki, güya Azərbaycan və Rusiya prokurorluqları üzərlərində danışırlar. Amma belə uzun bir nitq söylədi o baş naziri müavini, amma da demədi ki, artıq məlumat təsdiq olundu. Yəni kim vurub, necə vurub, hələ də araşdırırıq, hələ də nə bilim, bir ildə nəyə araşdırırlar, başa düşmək olmur. O ki, qaldı vergilərlə bağlı bu günləri Rostatın məlumatı var, yəni rəsmi hələ məlumatdır. Biz yaxşı bilirik ki, Rusiya büdcəsində 8 trilyon rubl pul çatmır öz yerində. Amma Rostat ilə rəsmi məlumat verdi ki, vergi ödəyiciləri bu illəri 2024-cü illə müqayisədə 3 trilyon rubl az vergi ödəyiblər. Yəni, göstəriciləri Rusların belədir. O ki, qaldı Putinin deməyinə, Putin aydındır ki, artıq nə deyirdi Putin? Putin deyirdi. Oktyabr 28-i xarici jurnalistləri dəvət eləmişdi Kupianska. Bu günləri Askol çayının qaçıb gediblər o tərəfindən Siversk, Donetsk boyu, çay boyu qaçırlar Ruslar. Yəni Putin deməyinə daha heç kəs inanmır, heç ciddi də qəbul etmir. Mənim düşüncəm belədir ki, əgər doğrudan mətbuat konfransı necə?
Mətbuat Elə konfransının Azərbaycanda yayımlanması Azal faciəsindən sonra. yox, aydındır. Təbii ki, cinayətdir əslində. Azərbaycan konstitusiyasında Azərbaycanın dövlət dili bir dildir. Azərbaycan dilidir. Yəni əvvəl türk dili gedirdi. 93-cü ildən sonra hakimiyyət dəyişəndən sonra ona elədilər Azərbaycan dili. Fərqi yoxdur. Nəysə olsun. Amma xarici ölkə prezidentinin dövlət kanallarında danışdığı dildə, özdə təzə qorxduğumuz imperiya dilində danışması təbii ki, cinayətdir. Təşəkkür edirəm. Bir mənalıdır da. Təşəkkür edirəm. Orxan bəy. Xanım, olar mı? Mən üzr istəyirəm burada. Axır bu təyyarə ilə bağlı bu Duşanbədə Putin bununla danışdı, söhbət etdi və biz o səfərdə elə deyəsən Elxan bəylə kanalda verilişdə biz qeyd etdik ki, daha o məsələ bitibdir. Özü də Duşanbədə, elə Özbəkistanda da görüşdülər, qucaqlaşdılar, öpüşdülər, çox mehriban idi. Putin bütün o 5-ci kolonun dosiyələrini verdi. Yəni elə bir mənə gəlir ki, daha artıq Hər halda üzr istəyirəm. İsa bəy, Azərbaycan tərəfi rəsmi müraciəti var. Rəsmi müraciət bundan ibarətdir ki, Rusiya Federasiyasına onu vuranlar kim edibsə, onların adı çəkilməlidir və kompensasiya ödənilməlidir. Bunların heç biri edilməyib və dediyim kimi Qazaxıstan Baş Nazirinin müavini elə danışdı ki, hələ deyir davam edir, hələ biz araşdırırıq, hələ nəticə yoxdur. Bəli. Yəni Elxan bəy buyurun. Yəni vergi ödəyicisi hesabına saxladığımız televiziya. Yeri gəlmişkən o günlər həm də Zelenskinin mətbuat konfransı olur. Doğrudur, Putin'dən fərqli olaraq Ukrayna prezidenti tez-tez mətbuat konfransları keçirir. Amma həmin mətbuat konfransında heç bir dəqiqə də göstərilməmişdi. Amma Putin'in isə 4 saatlıq mətbuat konfransı canlı yayımda tərcüməsi və filan göstərilmişdi. Buyurun Orxan bəy. Salamlayıram sizi Sevinç xanım. Qonaqlarınızı salamlayıram, izləyiciləri salamlayıram. Ən əsası. Valla günlər bu Ukrayna-Rusiya müharibəsi hələ belə görsənir ki, çox su aparacaq. Mən şəxsən öz fikrimdir, subyektiv fikrimdir. Mən hələ heç bir irəliləyiş görmürəm. Ukraynanın bütün torpaqları özünə qaytarılmayınca, yəni heç bir sülhdən belə söhbət gedə bilməz. Çünki Ukrayna haqlı tərəfdir, Rusiya isə okupantdır. Rusiya Ukraynanın torpaqlarından çəkilməlidir. Putin istəsə də, istəməsə də bunu etməlidir. Mənim adıma gəlir ki, Putin deyirdi ki, biz 3 günə Kiyevdə olacaq. Artıq bu 2 ildən yuxarıdır ki, bu müharibə gedir, çox qanlar axıdılır. Valla hələ ki, belə görsənir ki, heç bir sülhdən söhbət getməyəcək. Çünki burada inanmıram ki, Putinin diktəsi ilə Zelenski nəsə razılaşsın. Çünki Zelenski də artıq deyir ki, mən bütün ərazimi istəyirəm. Bu qədər. Bəli, biz gələcəyik sülh danışıqlarına və ümumən, yəni əslində izləyicilərimizdən də xahiş ki, siz də burada yazın ki, nə hesab edirsiniz? Bax, təəssüflər olsun ki, yenə də Azərbaycan ictimaiyyətinə deyilmir ki, Azərbaycan dövlət başçısı iştirak edəcəkmi, etməyəcəkmi və bu siz necə bilirsinizmi, iştirak etməlidirmi? İştirak etməsinə səbəb görürsünüzmü? Orxan bəyin dediyi kimi haqsız tərəfin, işğalçı tərəfin partisində yeni il toplantısında. Amma ən əsası isə heç şübhəsiz ki, burada Azal təyyarəsi ilə bağlı bizə hələ də araşdırmanın nəticələri məlum deyil, hələ də açıqlanmayıb, hələ də bunu törədənlər cəzalandırılmayıb, ədalətə çatdırılmayıb və heç nə olmamış kimi yenidən get otur Putinin qabağında. Dostlar, izləyicilərimizə xahiş lütfən bəyənin və paylaşın. Bugün Prezident İlham Əliyev bir amnistiya təşəbbüsü ilə çıxış edib. Maraqlıdır ki, neçə gündür biz Belarusda Prezident Lukashenkonun bu cür amnistiya aktı haqqında danışırdıq və sual verdik ki, görəsən nəyə görə Azərbaycanla bu işləmir? Yəni
məlumdur ki, ABŞ-ın təşəbbüsü, yəni Lukashenko ilə danışığa getmək, hansısa kompromislər vermək, vədlər vermək. Lukashenko da öz növbəsində bu siyasi məhbusların bir hissəsini mütəmadi olaraq azad edir. Bu günlər daha 120 siyasi məhbus azad olunub. Bugün isə biz İlham Əliyevin bir deməli amnistiya aktı təşəbbüsü ilə çıxış etdiyini gördük. Mən biraz əvvəl hüquq müdafiəçisi Elçin Məmmədovun bu haqda fikirlərini öyrənmişəm. Azərbaycanda 400-ə yaxın siyasi məhbusun olduğu bir şəraitdə amnistiya məsələsi prinsip etibarilə zəruri və humanitar addım kimi görünə bilər. Həbsxanalardan intihar, işgəncə və qeyri-insani rəftar xəbərlərinin gəldiyi, məhkəmələrin müstəqil olmadığı indiki vəziyyətdə cəza siyasətinin yüngülləşdirilməsinə ehtiyac danılmazdır təbii ki. Amma təqdim olunan amnistiya təşəbbüsü bu ehtiyacı real şəkildə qarşılamaqdan çox ictimai diqqəti yayındırmaq təsiri bağışlayır. Ən vacib məsələ siyasi məhbusların taleyi bu təşəbbüsdə nə açıq, nə də dolayı şəkildə nəzərə alınır. Halbuki həbsdə olan jurnalistlər, hüquq müdafiəçilərin, müxtəlif fəallar və vicdan məhbusları ölkədə siyasi böhranın əsas göstəricisidir. Sonuncu amnistiya aktı da açıq şəkildə göstərdi ki, bu cür təşəbbüslər siyasi məhbusları əhatə etmir və məqsədli şəkildə kənarda saxlanılır. Belə bir kontekstdə amnistiya digər repressiyaların qurbanlarına şamil edilmirsə, nə ədaləti bərpa edir, nə də cəmiyyətdə etimad yaradır. Əksinə bu cür addımlar mövcud vəziyyəti normallaşdırmaq və məsuliyyəti ört-basdır etmək cəhdi kimi dəyərləndirilir. Siyasi məhbuslar azad olunmadan, işgəncələrə son qoyulmadan və məhkəmələr real müstəqillik qazanmadan amnistiya ədalət demək deyil, sadəcə görüntüdür. Bəli, biz hələ yəni 5000 məhbusun azad olmasından söhbət gedir. Biz bilmirik ki, onların arasında siyasi məhbus olacaqmı? Olacaqsa nə qədər olacaq və bu doğrudan da bir barışıq aktı mı olacaq, yoxsa bundan əvvəlki amnistiya aktları kimi gözə kül üfürmə? Ümumiyyətlə, Orxan bəy, siz nələr görürsünüz? Bir tərəfdən biz əksinə bu repressiyaların gücləndiyini görürük, transmilli repressiyaların intensivləşdiyini görürük. Sizin özünüzdə də qarşı bir cinayət işi açılıb Azərbaycanda, 24 xarici blogerə qarşı cinayət işi açılıb, onların arasında mən də varam. Yəni, bu artıra gedir. Burada isə amnistiya. Sizin gözləntiniz. Deməli, Sevinç xanım, İlham Əliyevi biz az-çox tanıyırıq ki, bunlar necə işləyir, bunların sistemini biz bilirik. İlham Əliyev demokrat insan deyil. Yəni, İlham Əliyev üçün bir günləri 5000'i bıraxsa, onun içində 2-3 dənə siyasi məhbus olsa, bu onun üçün daha böyük rəqəm sayılır. O istəyir ki, o 5000 dənə məhbusun yerinə daha Azərbaycanda kim haqq sözü deyirsə, onları həbsə yollasın, tutsunlar. Çünki İlham Əliyev xoşlamır. Artıq o qədər imperiyası yüksəyə tutub ki özünü. Artıq o qədər bu adam hoflu, belə deyək də, bizim dildə hoflu dillərdə özündən hoflanıb ki, artıq Əl-Kərimlini də həbs elədi. Görün bunun gözü nə qədər qızıb. Dünyanın birləri Lukashenko 123 dənə siyasi məhbusu azad edir və dərk edir ki, beynində ki, mənim axırım yoxdur da. Yəni görürəm ki, əgər bu Rusiya udursa bu müharibəni, bizim sonumuzdur, bizi piçəcəklər bunlar. Amma bu adam hələ onu dərk eləmir ki, bu günləri mən ölkəmdə repressiyanı artırmışam, hələ pik nöqtəyə gətirib çıxardıram. Əli Kərimlini həbs edirəm, Məhəmməd İbrahimlini həbs edirəm, hələ mənim 400-dən yuxarı siyasi məhbusum var içəridə. Və Azərbaycan xalqına o mesajı ötürür ki, kim A sözünü işlətsə, kim azadlıq desə, sizin də yeriniz oradır. Yəni ki, mən nətər deyim, artıq azadlıq sözünü belə işlətmək istəmirəm. Özü bilirsiniz, Sevinç xanım, adama təsir edən nədir? Kim azad söz demək istəyir, o saat onu eləyirlər vətən xaini. Bilmirəm, bu İlham Əliyev nə vaxtdan vətən olub, nə vaxtdan bizim bayrağımız, gerbimiz olub. Bu İlham Əliyevi ilahiləşdiriblər, peyğəmbərləşdiriblər. Valla, belə baxıram, yəni Azərbaycan xalqında da günah görürəm. Yəni ki, ona görə günah görürəm ki, biz bu qədər repressiyalara
layiq olan xalq deyilik də. Biz yəni birləşməliyik enində, sonunda gücümüzü ortaya qoyub bu diktatör devirməliyik də biz. Bizim hər bir haqqımızı alıblar. Mən İlham Əliyevdən açığı bu amnistiya barəsində eşitdim. Düzdür, orada 20 mindən söhbət gedirdi. Mən hələ təklif də göndərdim. Belə bir video da hazırladım ki, mən sənə məsləhət görürəm ki, ay cənab prezident, sizin dilinizdə desək, Ali Baş Komandan, Dəmir Yumruq, bu siyasi məhbusları da siz yaxşı olar ki, 400 nəfəri də elə azad eləyəsiniz. Bir xalqa qarşı çönüb baxarsınız. Artıq İlham Əliyev xalqla olan əlaqəsini itirib. O bağ yoxdur. Aradan qaldırılıb o bağ. Və sadə vətəndaşlar artıq öz sözlərini sosial şəbəkələrdə, TikTokda, Facebookda, YouTube'da deməklə tapırlar. Öz ürəklərini belə boşaldılar. Yəni bunu dövlət qurumları görmür. Hara baxır ki, bu qədər Azərbaycanda kütlə narazıdır bu hakimiyyətdən. Bunların səriştəsiz işlərindən narazıdır. Yəni İlham Əliyev elə belə də deyir ki, mənə siqnal verin. İlham Əliyev sizə hansı siqnaldan lazımdır? Bütün jurnalistlər, blogerlər, hüquq müdafiəçiləri sizə siqnal verməkdən yorulub da. Gültəkin Hacıbəyli haqqında istəyirsiniz bir kəlmə də deyim. Sonra bəylər də desinlər. Gültəkin xanımı, yəni bax bu günlər Türkiyədə qanunsuz yerə həbs ediblər. Bu Erdoğan'ı biz hamımız bilirik ki, İlham Əliyevin qardaşıdır. Və mən belə düşünürəm ki, bunlar heç bir artıq haqq tanımırlar və Erdoğan da belə geçsə Gültəkin xanımı versə Azərbaycana, bu daha biabırçıq olacaq və insan haqlarını Türkiyədə də məhfinə gətirib çıxardacaq. Yəni, heç olmasa Türkiyə müxalibəti çalışmalıdır ki, Gültəkin xanım Azərbaycana verilməsin. Yəni, bu insan həyatıdır və orada da, həbsxanada da qeyri-insani rəftarlarla məşğuldur Azərbaycan hakimiyyəti. Yəni, biz bunun şahidiyik və mən amnistiya haqqında son kəlməni deyib, mən İlham Əliyevdən heç bir, belə deyim də, güclü siyasi məhbusları buraxmağı gözləmirəm. Bu mənim fikrimdir. Yəni, bu neçə illərdə beləsinədir. Buyurun. Təşəkkür edirəm Mixan bəy. Gültəkin Hacıbəylidən xəbər var. Bugün xanımın Facebook səhifəsində onun adından Türkiyə Cumhurbaşqanı Erdoğana bir müraciət paylaşılıb. Cənab Prezident Rəcəb Tayyib Erdoğan bugün mənə 5 il müddətinə Türkiyədən deport olunmağımla bağlı rəsmi qərar təqdim olundu. Türkiyədə 2 illik oturum iznim olmasına və bugünə qədər heç bir qayda pozuntusuna yol verməməyimə baxmayaraq, barəmdə belə bir qərarın verilməsi mənə qarşı ədalətsizlikdir. Bu qərarın hansı əsasla verildiyi isə açıqlanmır. Mən heç bir hüquqi əsas olmadan noyabr ayının 29-undan Türkiyədə xüsusi sərt nəzarət altında deportasiya mərkəzində saxlanmağımla bağlı məhkəməyə müraciət etmişəm. Məhkəmə qərarını gözləmədən 5 il müddətinə deportasiya olunmağımla bağlı belə bir tələsik qərar qəbul edilməsi bu qərarın hüquqi deyil, siyasi əsaslarla verildiyini göstərir. Onu da bildirirəm ki, 3 gün öncə saxlanıldığım Arnavutköy geri göndərmə mərkəzindən çıxarılaraq Çatalca geri göndərmə mərkəzinə gətirilmişəm. Aldığım məlumata görə bu mərkəzdə saxlananlar adətən daha qısa müddətdə burada tutulurlar. Ona görə də belə bir təəssürat yaranır ki, mənim məcburi qaydada Azərbaycana göndərilməyim üçün hansısa hazırlıq işləri aparılır. Cənab Prezident Rəcəb Tayyib Erdoğan, mən hələ də inana bilmirəm ki, bütün varlığımla sevdiyim, özümə ikinci vətən saydığım, uğurları ilə hər zaman qürur duyduğum, siyasi fəaliyyətim boyunca daim təbliğ edib müdafiə etdiyim qardaş Türkiyə dövləti hüquq və ədaləti ayaq altına ataraq məni məcburi qaydada Azərbaycana həbsə göndərəcək. Heç bir halda qardaş Türkiyə dövləti bugün demokratiya qarşı savaş açmış Azərbaycan hakimiyyətinin öz siyasi rəqiblərini uydurma, saxta ittihamlarla həbs etməsinə dəstək verməməli, bu yöndə atacağı addımların tarixi məsuliyyətini nəzərə almalıdır. Cənab Rəcəb Tayyib Erdoğan, siz öz çıxışlarınızda vaxtaşırı Boraltan faciəsini xatırladaraq bu tarixi səhv edənlərin məsuliyyətini gündəmə gətirirsiniz. İndi də buna bənzər səhvə Türkiyə hakimiyyəti tərəfindən yol verilməməli və bu məsələdə hüquq və
ədalətin tələbinə uyğun davranılmalıdır. Bu baxımdan qardaş Türkiyə dövləti heç bir halda və heç bir bəhanə ilə Azərbaycan hakimiyyətinin siyasi repressiyalarına dəstək verməməli, insan haqq və azadlıqlarına, ədaləti görməzdən gəlməməli, öz ədalət və qanunlarına onu sevənlərin güvənini sarsıtmamalıdır. Nəzərinizə çatdırıram ki, dostlarımın dəfələrlə xəbərdarlığına baxmayaraq, Azərbaycanda siyasi müxalifətə qarşı son uydurma cinayət işi ilə bağlı siyasi repressiyalar başlayanda mən Türkiyəni tərk etmək barədə heç vaxt düşünmədim və hər zaman Türkiyənin ədalətinə, qanunlarına güvəndim. Burada özümü güvəndə salındım, təhlükəsiz hiss etdim. Cənab Prezident, mən hələ də inanmaq istəyirəm ki, Türkiyə dövlətinə güvənməkdə haqsız olmamışam. Və bugün mən həm də ona inanmaq istəyirəm ki, Türkiyə dövləti bu məsələdə Azərbaycan xalqının rəyini və gözləntilərini nəzərə alacaq. Azərbaycan xalqının gözlənti və rəyini bir kənara qoyub, yalnız Bakıdan gələn sifarişi əsas götürərək mənim məcburi qaydada Azərbaycana həbsə göndərilməyim cəmiyyətimizdə Türkiyə qarşı dərin bir məyusluq hissinin yaranmasına səbəb olar. Bir Türkiyə sevdalısı olaraq hər zaman Azərbaycan-Türkiyə qardaşlığını, birliyini təbliğ edən siyasətçi olaraq mən bunun olmasını heç vaxt istəmərəm. Bütün bunları əsas götürərək mən buradan cənab Prezident Rəcəb Tayyib Ərdoğan sizə müraciət edirəm. Cənab Prezident, bugün həm tarix, həm Azərbaycan xalqı, həm də mən sizdən hansı qərarı verəcəyinizi gözləyirik. İndi söz sizindir. Bax, Gültəkin Hacıbəylinin belə bir müraciəti. Buyurun. Sevinç xanım, biz qəti şəkildə etiraz edirik Gültəkin xanımın Azərbaycana ötürülməsini və o cümlədən də Gültəkin xanımın Türkiyədə təcrid olunmasına ayıbdır Sayın Erdoğan. Vallahi deyirəm ayıbdır. O qədər qardaş deyirsiniz, üzr istəyirəm, bu sizin əməllərinizdən artıq böyük şübhələr var ki, həqiqətən mi siz bizə qardaşsınız? Belə qardaşlıq lazım deyil bizə. Siz bu xalqı təhqir edirsiniz. O qardaşlıq. Bizə elə qardaşlıq lazım deyil. Biz ən azı necə türklər Türkiyədə yaşayır, öz vətənimizdə Azərbaycanda eyni şəkildə yaşamaq istəyirik. Siz o qadını təcrid edərək hələ də o təhlükələrlə üz-üzə qoyursunuz. Hələ də indiyə qədər də mövqe bildirməyibsiniz siz. Tez-tez göz yaşı tökərək o vaxtki hakimiyyəti günahlandıraraq ki, 46-cı ildə bu qədər verdilər, güllələdilər. Eyni prosesdir. İndi bugün açıq güllələyə bilmirsiniz. Amma əlinizdə olsa güllələyərdiniz. Bilmirəm daha sizi nə bağlayır. Yenə təkrar edirəm, böyük şübhələrimiz var sizdən. Sizin o qardaşlığınızdan və sizin səmiyyətinizdən. O ki qaldı Sevinç xanım. Bu amnistiyaza təpəsinə dəysin bunun və nəslinin atası da vaxtı ilə yüzlərlə, minlərlə günahsız insanları həbs edərək həbsxanalarda çürüdürdülər. Və bu uzun 93-cü ildən bəri Azərbaycanda o siyasi dustaqların sayı, əslən vətənləri yüzlərlə olub və bu gün də qalıb. Bir dəfə də olsun vaxtı ilə atası, sonraki illərdə isə bu, üzr istəyirəm, qumarxanadan atasının belində gələn biri gəlib, siz gördünüzmü ki, həmən o siyasi dustaqlardan kimsə azad olunsun, üzdə olan, tanınmış, həqiqətən bu xalqı, həyatını bu xalqa, vətəninə həsr etmiş həmən o siyasi dustaqlardan. Sevinç xanım, vaxtı ilə atası, bax, elə oldu ki, mən də Azərbaycan həbsxanalarında 9-cu kolonda idim. 96-cı ildə bir amnistiyada əslən vətənləri, Əliyevin dünyada görünməmiş əv 30.000, 36.000, indiyə qədər yadımdadır. Cəmi-cümü onlarla həbsxanalardan dedilər, təqdim etdilər bu qədər. Amma həbsxanalardan bir neçə 100 nəfər, özü də 1 ay, 2 ay qalmışları, onun da şəkillərini, videoları çəkdilər ki, Heydər Əliyevin amnistiyası və s. Bizim 9-cu kolondan 1-2 nəfər çıxdı. Kolonda əslən vətənlərim. Siz tanıyırsınız o vaxtı milli hakimiyyət zamanı Nəriman Yaxayev var idi. Allah rəhmət etsin. Bütün həyatını bu xalqın bu mübarizədə həsr etmişdi. Günahsız 94-cü ildə Sevinç xanım həbs olunmuşdu. Polis rəisi idi. 550 müraciət məktub göndərmişdi Heydər Əliyevə ki, günahım yoxdur.
10 ya 12 yıl onu çürüttüler orada. Bir nefer var idi, onun əmisi oğlu 94-cü ildə həbs olunub. Bir ayağını dizindən yuxarı 93-cü ildə fevralda həmən o döyüşlərdə itirmişdi. Vətən xaini adı altında atılmışdı. Yüzlərlə məktublar, müraciətlər affetmədi. Hamının gözünün qarşısında vətəni uğrunda ayağını itirən bir nəfər idi polis. Qazaxdan 33 məktub yazmışdı Heydər Əliyevə. Oturub hamının gözünün qarşısında damarlarını kəsib qanınla məktublar yazırdı 2-3 səhifədə. Eşitmədilər. Və sonraki illərdə də bu gün biz deyirik 460 nəfər siyasi bizim dustaqlar var. Onlar azad olunacaq mı? Onlar üçün həqiqətləri deyirlər. Gündəmdə saxlayırlar. Mübarizə aparırlar. Vətən uğrunda, xalqı uğrunda. Onlar azad olunacaq mı? İnanmayın əzizən vətənlərim. Bəli, mən Belə amnistiyaları ancaq və ancaq diqqəti yaymaqdır. Baş aldatmaqdır. Bəli, mən Gültəkin Hacıbəyli deyir ki, Boraltan faciəsindən danışırsa, amma bugün növbəti Boraltan baş verə bilir. Həqiqətən də yəni bugün artıq siyasi məhbusların edamını biz görürük. Yəni bu yalnız həbsə atdı, 5 il sonra buraxdı deyil. Elbəyi Kərimlinin taleyi adamın başını həbsxanada da yedilər. Ona görə bu siyasi edamlar baş verir, başqa sözlə Azərbaycanda və belə bir şəraitdə heç bir günahı olmayan və Gültəkin Hacıbəylinin özünün dediyi kimi bir Türkiyə sevdalısının Türkiyə rəhbərliyi tərəfindən təhvil verilməsi həqiqətən dəhşətlidir. Bilirsinizmi, bugün heç kəs şübhə etmir ki, bu siyasi qərardır, bu hüquq qərarı deyil. Yəni çünki hüquq qərarı olsa adamı heç evindən çıxarmazlar, izni var, heç bir qanunu pozmayıb. Hüquqi qərar olsa sənədlərlə tanış olublar, 10 gün olacaq ki, onu miqrasiya mərkəzinə saxlarlar. 10 gün ərzində onun sənədlərini öyrənəcəklər. Ona qarşı irəli sürülən bu absurd ittihamların nə dərəcədə qeyri-qanuni olduğunu görəcəklər və sadəcə hüzur istəyib evə buraxacaqlar. Bunların heç biri baş vermir. Bugün məlum olub ki, xanıma 5 illik deportasiya qoyulub və Gültəkin Hacıbəyli bugün sadəcə artıq Erdoğanla işə müdaxilə etməsini istəyir. Çünki biz də bunun fərqindəyik ki, bu çıxarılan siyasi qərardır, Erdoğan hökumətinin qərarıdır və mən açığı bunu bir təxribat da hesab edərdim, bilirsinizmi? Çünki doğrudan da Azərbaycan və Türkiyə qardaş xalqlardır. Biz bunu 44 günlük müharibədə də sübut etdik, bu qardaşlığın nə dərəcədə böyük olduğunu. Amma bu Rusiyanın da əli var məncə burada. Bu siyasi həbslərin həyata keçirilməsini, vur Azərbaycanla Türkiyənin arasını ki, Azərbaycan xalqının gözündən sal Türkiyəni, Erdoğan administrasiyasını. Mən burada bilmirəm, İlham bəy, sizin fikirləriniz? Razıyam siz deyənlərdən təbii ki, Sevinç xanım. Təbii ki, Azərbaycanda aydındır da Türkiyə Azərbaycan hüquq sisteminə tərəf yendi. Yəni dırnaq arası hüquq nə yazır Azərbaycanda? Mən özüm də bu günlər olacaq ki, 3 ildir Polşada həbsdən çıxdığım, Photoshopla saxta pasport düzəldən Xarici İşlər Nazirliyinin, Daxili İşlər Nazirliyinin, nə bilim, görə biləcəyi iş nədən ibarət olar ki, təbii ki, bu xalqları üz-üzə qoymaqdır. Özdə Gültəkin xanım bilməm, bilirsiniz, bilmirsiniz, mən bu mövzuda danışmışdım, danışacağıq inşallah, əlbəttə ki, o gün uzaqda deyil. Deməli, Gültəkin xanım doğrudan da türk dili konstruksiyası üzrə ən yaxşı mütəxəssis sayılan nə idi? Akademik Rəhmətli Yaxundovun tələbəsidir. Çox gözəl elmi işi var, doğrudan da belədir. Hətta o qədər uğurlu elmi işdir ki, Sevinç xanım, müxalifətdə olmasına baxmayaraq onun elmi işini qadağan edə bilmədilər. Və elmi işi türk dilindəndir, türk dilinin konstruksiyası. Adam təəssüf hissi keçirir və təbii ki, hökmən bunu həyata keçirənlər Azərbaycan düşmənidirlər, türkçülük düşmənidirlər, türk düşmənidirlər. Yəni bunlar bir mənalı belədir. Çünki Gültəkin xanımın müraciətini mən oxudum. 900-ə qədər deyəsən orada, nə qədər mən gördüm orada, deməli, şərhlər var idi. Çox valiyiblər də. Nə bilim, Türkiyədə bir salamat adam qoymuyor Azərbaycanlılar, özdə sadə insanlar,
Erdoğandan gəliblər düz, nə bilim, hara qədər, hamını da söyürlər, hamını da təhqir eləyirlər. Nə demək istəyirəm, mən sizin dediyinizlə razıyam ki, Azərbaycan Türkiyə qarşı durmasını aparan bir addım və hərəkətdir. %100 belədir. Bəli. Sayın Və xanım, yadınızdadırsa, üzr istəyirəm sizdən. 2 nəfər Bayramov deyəsən, ya Bayram idi. Bayram Məmmədov, Qiyas İbrahimov. Qiyas Həbəli. Qul bayramı yazmışdılar. Onları 10 il yarım iş vermişdilər, gənclər. Sonra isə birini Türkiyədə aradan götürdülər. Yəni öldürdülər Bəli. daşını seçildi. 2021-ci ilin 2 mayında Bayram Məmmədovun meyidi tapılıb dənizdə. Bəli. Yəni mübariz insanlar niyə özünə sui-qəsd etməlidir? Amma onu da deyim Sevinç xanım, bax belə gənclərə azada ola böyük təzyiqlər var həbsxanalarda və onları məqsədyönlü şəkildə gətirib bax bu cəhdə çatdırırlar. Mən üzümü tutub o valideynlər üçün o axır həbsxanada tək qalmırdı. Həbsxanada onun yanında uşaqlar var idi, dostları var idi. Onlarla üçün o birlikdə qalırdı. Mən o valideynlər üçün evladlarının yanına gedir o həbsxanaya. Mən sizdən çox-çox xahiş edirəm. Hansısa bir ayrı-ayrı vasitələrlə siz orada onun dostlarından, onunla birlik, o xlebniklər zat deyirlər də. Bizə məlumatlar ötürərdiniz. Ona münasibət, hansı təzyiqlər, hansı formada idi. Yəni Elbəy Kərimlini deyirsiniz? Bəli. Bəli. Əziz vətənləri. Çox vacibdir o. Əziz o analara mən sizə özümü tutub xahiş edirəm. Mütləq bu biz gənclərdir. Bu gənclərdir bizim gələcək nəslimizdir. Bunlar öz gələcəyi uğrunda və bu xalqımızın, dövlətimizin gələcəyi uğrunda bu savaşda, bu mübarizədədirlər. Siz bizə mütləq o məlumatlı ötürün, hansı təzyiqlər, hansı formada və onların başına nələr gəlirdi. Sayın xanım, bizim dostlarımız var idi da, elə müraciət, bax uzağa getməyin. Vaxtı ilə elə Rufat Səfərovun atası da mənə müraciət etmişdi, deyir, onu öldürmək istəyirlər. Nələr etmirlər Rufat Səfərova baş. Tanış, ayrı-ayrı vasitələrlə, zadlarla xahiş etmişdi ki, mən bilirəm, bax bu, o vaxtları da eləyib. Əgər o vaxtları da general bizim gözümüzün qarşısında həmən o günahsız, heç bir günahı olmayan generalları şərləyib, içkiyə salıb, onlara hansı təzyiqlərdir? Siz təsəvvür edin bu gənclərə nələr etmirlər orada. Ona görə də mən xahiş edirəm, siz onları bizə məlumatlandırın, hansı təzyiqlər, necə olub, nə olub, biz mütləq bu beynəlxalq ictimaiyyətə çatdıracağıq. Şəxsən mən buna söz verirəm. Amma onu bilin, vallahi deyirəm, geci tezi mütləq. Hər bizim gəncimiz, bax belə ki, evini yıxıb, öldürüb söz. Bax belə deyirəm ki, insanlar var da, ömründən yarısından çoxunu bu mübarizəyə qoyub və ömründən yarısından çoxunu siz əcəlav rejim onun həyatına alıbsınız onun əlində. Yox, Elbəyi Sizin buna haqqınız var mı? Bəli. Orxan mənəsi deyirdiniz. Sevinç xanım, məsələ burasındadır ki, deməli, bu rejim elə bir yol seçib ki, bizim gənclərimizi istəyir ki, həbsə salıb öldürsün, boğsun. Baxın, məsələn, Elvin İsayev döyülür, işgəncələr altındadır. Rəşad Ramazanlı, 3 uşağı var bunun çöldə. Körpələri var. Bu adam qarşıdan bayrağa çıxmır. İşgəncələr verirlər. Niyə? Çünki bu adam elə türmədə də sözün düzünü deyir Rəşad Ramazanlı. Mənim uşaqlıq dostum. Məsələn, Samir Aşirov Almaniyadan deportasiya olunub. Bu adamı olunmaz bir, belə deyim də, işinə baxmırlar, belə saymamazlıq edirlər, işgəncə verirlər. İlham Əliyev sanki tapşırıb ki, Mirsaliyə Seyidova, siyasi məhbusları heç birini belə, nətər deyim, yaxşılıq eləmək yoxdur da, bunları sıxdıqca sıxın, bunları sıxdıqca sıxın. Nə bilim, intihar eləsinlər, yaxud da özünüz öldürdürün. Bu Əlibəy Kərimli, bu uşağın nə yaşı var? Bir dənə heykələ Stalin sözünü yazıb, adamı asıblar. Bayram Məmmədov 2021-ci ildə hamının yaxşı xatırlayır bu hadisəni. 2 mayda Türkiyədə dənizdə meydini tapdılar. Və Bayram Məmmədov İlham
Əliyev hədiyyə elədi öz atasına ki, sən qul bayramı mübarəkdir yazmısan. Onun nəşini uzatdılar. 9 mayda onu dəfn elədilər. İlham Əliyev Heydər Əliyevə hədiyyə elədi Bayram Məmmədova. Və bunu əfsuslar olsun ki, Azərbaycanda çox da geniş paylaşmadılar. Unutdular bu hadisəni Sevinç xanım. Ən əsası biz bunları unutmuruq. Kimin ki Elbəy Kərimli də 12 dekabrda elan olundu da. Bəli. 12 dekabr və tarixlər çox önəmlidir Sevinç xanım. Bu tarixlər çox önəmlidir. Mənə hücum olundu nə vaxt? 2022-ci ilin noyabrın 21-i. Noyabrın 21-i yapın 30 illiyi idi. Bunlar önəm kəsb edir. Bax, bu tarixlər önəm kəsb edir. İndi İlham Əliyevin doğum günü gəlir. 24 dekabr. Əgər yanılmıramsa 24 dekabr onun doğum günüdür. İndi görək, ya 25 ya 24 indi ola bilər günlərdə səhv edeyim. İndi görək hansı hədiyyəni eləyəcəklər. Və çox ehtiyatlı olmaq lazımdır. Bu rejimin gözü qızdır. Bu günləri Əli Kərimlini həbs edən rejim Avropada siyasətlə məşğul olan, yaxud istər bloger olsun, jurnalist olsun, Amerikada, Kanadada hamımız ehtiyatlı olmalıyıq. Azərbaycanda bunlar istədiyini ediblər. Artıq bunların killerləri də var Avropada. Bunlar idmançılar da yetişdiriblər. Və hər an hücum ola bilər. Bunu artıq mən dəfələrlə demişəm və bunlar da olub. Xahiş edirəm ki, blogerlərdən, jurnalistlərdən, siyasi aktivistlərdən çox ehtiyatlı olun əzizlərim. Yəni 24 dekabr siz düz deyirdiniz hələ. 24 dekabr ad günü, bəli, mən doğrudan da bu gün təhlükəli gün. Biz xatırlayırıq, məsələn, Əli Əliyevin məhkəməsi həbsə atmaq üçün 24 dekabra təyin olmuşdu. Yəni, məni 20 noyabrda Bakıya çağırırdılar ki, bax, sən o günü dərd içərisində sən gəlirsən. Yəni, bu, belə deyək də, bu rejimi təəssüflər olsun ki, biz tanırıq. Yeri gəlmişkən, mən bir dənə də müraciət etmək istəyirəm. Yəni, aydındır ki, elə işlər var ki, məsəl üçün, Elbəy Kərimovla bağlı. Yəni, Elbəy Kərimov artıq tarixdir. Bu, elə bir storydir ki, bu, Stalinin adını yazdı. Həmin o atasının anım günündə bu cür qətlə yetirildi. Yəni, aydındır ki, bugün biz heç bir obyektiv bir araşdırmada gözləmirik, o araşdırma heç vaxt olmayacaq. Mən müraciətim ondan ibarət olacaq ki, sadəcə olaraq Elbəy Kərimlini tanıyanlar, onu məsəl üçün həbsxanada görənlər, onun haqqında nələrsə xatırlayan, zəhmət olmasa onları bugün ictimailəşdirək. Məsələn, mən sosial şəbəkədə buna rast gəldim ki, o azad olunacaq günü necə gözləyirmiş. Burada deyirlər ki, o intihar edib, əslində isə adam azad olunması gününün həsrətində idi. Bəli, onun əsla həyatına qəsd etmək fikri yox idi. Bax, bizə bu cür detallar üzə çıxarılmalıdır. Sevinç xanım, çox üzr istəyirəm. Yəqin bəylər də mənimlə razılaşar. Əgər Bakıda Heydər Əliyevin heykəlinə Stalin sözünü yazan insan, yəni o cürəti tapan özündə insan, o heç vaxt intihar eləməz. Heç vaxt. Yəni o insanın, o uşağın gör nə qədər bu hakimiyyətə nifrəti var ki, o sözü yazıb və onu yazan insan heç vaxt intihar eləməz. Onu intihar elətdiriblər. Bu Azərbaycan hakimiyyətinin işidir. Biz Azərbaycan hakimiyyətindən hansısa ədalətmi gözləyirik? Mən gözləmirəm. Yəqin ki, polkovnik də gözləmir. Bəli, yəni, bəli, siz birinci adam deyilsiniz. Bunu deyənlər ki, yəni variantı yoxdur. Bir məsələ istəyirəm, xatırladım istəyirəm bu məsələ ilə bağlı. 2021-ci ildə bilirsiniz ki, blogerlərə hücum olundu. Birinci hücum mənə oldu 13 fevralda. Sonra ondan bir ay sonra Məhəmməd Mirzəliyə 14 martda. Bayram Məmmədov mayın 2-si öldürüldü. 18 avqustda Gürcüstanda Hüseyn Başxanov öldürülüb. Yəni, otelin 7-ci mərtəbəsini atılıb. Bunlar hamısı 2021-ci ildə Əliyev hakimiyyətinin cinayətləridir. Tək bir ildə 2 bloger vurulur, 2 nəfər öldürülür.
Və Vüqar Rızanı da Belçikada öldürüblər. Ola bilər onun səhv eləmirəmsə ya 2020-ci il ya da 2021-ci ilin yanvar ayı olmalıydı. 15-i belə bu hadisələr olmalıdır. Yəni bu hakimiyyət artıq öldürmək, döymək, bunlar üçün heç nədir Sevinç xanım. Yəni bizim əsas hədəfimiz bunları ictimailəşdirib beynəlxalq arenaya çıxartmaqdır. Bunların cinayətlərini diktatorla salamlaşmaq olmaz. Diktatoru yox eləmək lazımdır. Diktatoru devirmək lazımdır. Biz də istəyirik də demokratik cəmiyyət quraqdır. Biz də istəyirik də bizim xalq yaşasın. Bizdə uşaq haqları olsun, qadın haqları olsun, azad ifadə olsun, azad məhkəmələr olsun. Nə vaxta qədər biz Avropaya baxaq ki, həsrətlə baxaq ki, biz nə vaxt görəsən Azərbaycanda bu cür şəraitlər quracağıq. Bəsdirin də, qutarın da, İlham Əliyev qutardı. 69-dan bəri atam yedi, bitirdi. İndi də sən dəli kimi yapışmışsan yaxamızdan, qopmaq bilmirsən. Qutarın da, cəhənnəm olun, çıxın gedin də bu ölkədən də. Nə deyim, bu Əliyevlərdən başqa bu ölkəni idarə eləyən bizim qeyrətli oğullarımız yoxdur bəlkə. Bəlkə xanımlarımız yoxdur. Milyon dəfə yaxşı idarə eləyərlər sizdən. Siz bizdən deyilsiniz. Buyurun, təşəkkürlər. Çox sağ olasınız. Yox, İlham Əliyev indi, necə deyirlər, cuşa gəlir, Rosqvardiya tipli bir qoşun yaradır. Zəhmət olmasa, mən ümumiyyətlə, İlham bəy, bəlkə sizin fikrinizi alardıq. Ümumiyyətlə, Putinin Rosqvardiyadan məqsədi nə idi yaratmaqdan? Çünki mən bilirəm ki, o Ukrayna müharibəsində də iştirak edir. İştiraki nədən ibarətdir və Azərbaycanda belə bir qüvvənin yaradılması sizcə nəyə xidmət etmiş ola bilər? Xan bəy və İsa bəy. Təbii ki, daxili güya təhlükəsizlik məsələlərini qorumaq üçün və hakimiyyəti qorumaq üçün istənilən halda bu tipli hakimiyyətlərin yarada biləcəyini olmaq üçün. O ki, halda Rosqvardiya ilə bağlı, deməli, Yuri Uşakov prezident Putinin köməkçisi dönləri bildirirdi ki, yaxşı, siz Ukraynalılar öz torpaqlarından çıxsınlar, amma üzərə nizami qoşun yox, Rosqvardiya yerləşdirir. Rosqvardiya bu günləri yəni daxili qoşunlar funksiyasını daşıyır Rusiyada. Amma Kadyrovçu baş kəsənlər də Rosqvardiyanın üzvüdürlər. Yəni, biləsiniz, bunlar ordu hissələri Müdafiə Nazirliyinə tabe deyirlər. Daxili İşlər Nazirliyinə tabedirlər. Belə, valla bilirsiniz, danışırıq, elə özümüz deyib, özümüz eşidirik. Nə bilim, nəsə... İsa bəy, sizin fikirləriniz buyurun. Bilirsiniz, bu elə nümunə kimi götürüb deyəyim. Şuvarnazanın zamanında daxili qoşunlar var idi. O böyük belə qüvvə idi, bütün demək olar ki, Gürcüstanın ərazisində və Daxili İşlər Nazirinin böyük ştatı var idi. Bilirsiniz ki, daxili qoşunlar Daxili İşlər Nazirliyə tabi. Saakashvili gələn kimi, əzizəm vətənlərim, daxili qoşunları da hamısını buraxdı. Postpatrul saxladı. Vəssalam. İndi o ki, qaldı Rosqvardiya. Vaxtı ilə Rusiyada da o şeydi, daxili qoşunlar. Onların adını indi qoyublar Rosqvardiya. Funksiya eynidir. Əsas məqsəd rejimləri saxlamaq. Yerlərdə, üzr istəyirəm, bax, xüsusən də bölgədə, elə uzağı getməyək, Çeçenistan ətrafında 10 mindən çox Rosqvardiya yerləşdirildi. Siz təsəvvür edin. Hətta belə Rusiyanın belə ağır günündə Çeçenistan ətrafında 10 mindən çox Rosqvardiyaçının yanı orada Putin rejimini qoruyub saxlasınlar. Eyni funksiyalardır. O ki, qaldı Əliyevə. Sevinç xanım, özünə tabi edir. Özü indi bu tuman satmaqdan, mən nə bilim, qumarxanalardan ola bilsin bunun başı çıxır. İndiyə qədər axır bütün güc strukturları, necə ki, vaxtı ilə atası hakimiyyəti gəlib zəbt edən kimi mənimliyi, mənəviyyəti olmayan, üzr istəyirəm, Əbiyev kimi, Ramil Subov kimiləri tabi edirdi özünə. Və o bəlli idi ki, həmən o strukturlar, xüsusən də güc strukturlar bilavasitə Əliyevə tabi idi. O əmrləri, göstərişləri verirdi. Uzağa getməyə 95-ci ildə Amon hadisələrində bir dəfə də olsun Sevinç xanım, Səfər Əbiyev, üzr istəyirəm, o mənəviyyatsız əclafın biri, bir dəfə də olsun mənə zəng eləyib, hansı əmr vermədi. Bütün əmrlər, göstərişlər Amon məsələsindən ancaq və ancaq Heydər Əliyevlə gəlirdi. Nəyə görə? Və bu gün də eyni şəkildə götürək bax, elə Daxili İşlər Naziri var, Eyvaz. Quldurun biridir.
təyin edibdir. Siz necə düşünürsünüz və məqsədyönüllü şəkildə belə gədə sözə baxan gədələri təyin edirlər ki, sabah hər bir əmri onlar icra etsin. Vaxtilə daxili qoşunlarda elə bu Zakir Həsənov soram onu gətirildi. Zakir Həsənov kimi birisini mənəviyyatsızın, səviyyəsizin, savadsızın birini gətirib təyin ediliblər Müdafiə Naziri. Nəyə görə? Ona görə ki, 2003-cü ildə xalqa divan tutanda onda fərqlənmişdi 2003-2005. Həmən o Zakir Həsənov idi ki, onun daxili qoşunlarında Kürt dilində əmrlər verirdilər. Nəyə görə? Ona görə ki, mən indi ayrı seçkilikdən söhbət getmir. Amma əslən belə idi. Nəyə görə? Ona görə ki, rəhbərlikdə Kürtlər idi əsasən. Əslən vətənlərim. Bu bir. İkinci, Sevinç xanım. Mən bu əskər indi İlxan bəy bilir. Müharibə iştirakçısıdır. Kimlər xidmət edib və xüsusən də ekstremal şəraitdə bilirlər. Biri var ki, Sevinç xanım. Valla bilmirəm, yayım getdi arada. Deyəsən heç kəsildi. Mən bilmirəm nə oldu. Çox maraqlı hadisələr baş verir. Kəsilməyib. Deməli, məndə kəsilmişdi. Sevinç xanım, yəni belə bir şeylərin o ekstremal vəziyyətdə əskər, elə o komandirlərin, onların xüsusiyyətləri var da. O psixoloji faktor. Bu çox vacib məsələdir. Deyək ki, cəbhədə sən bilirsən düşman hardadır. Hətta deyirsən və düşmandırsan, düşmanla o savaşı aparırsın. Sən bilirsən, hətta geri çəkilsən də sən vətən, xalqın da sən belə bir təhlükə yoxdur sənin üçün. Biri də var ki, sən bax belə vaxtilə necə atası o əmrləri verirdi. Sonra isə bax bu əmrlər, bu ona ümidlidir ki, sabah nəsə baş versə, ölkə daxili onun bir əmri ilə, üzr istəyirəm, bunlar silahla da hücum edəcək xalqa, üzr istəyirəm, hər bir ərini yerinə yetirəcək. Əslən vətənlərə. Bu sizləri narahat etməsin, heç də dəyişmir. Bunlar qorxularından bu addımları atırlar. Siz necə düşünürsünüz? Elə o polisi, hətta kənardan da gətirsələr, həmən o Rosgvardiya bunların dedikləri, onlar da axır para üçün gəlirlər, para qazanmaq, onlar da düşünəcək ki, birdən o əmr belə yetirdi, biz bu əmri yetirdi, birdən belə cavablar zatlar oldu. Eyni şəkildə ordu hissələri bunlar, bax bu təyinatlar üçün var bunların. İndi Rosgvardiya adlandırırlar, nə adlandırsın. İndiyə qədər bilavasitə Əliyev idarə edirdi. Bundan sonra da o idarə edəcək. Amma onu da nəzərdə almalıyıq. Bu xalq 20, 40, 30 ildən artıq müharibə şəraitində olub. Bu xalqın qeyrətli oğulları var. O oğullar üçün odun alovun içindən keçiblər. Axır həmən onlar da ki, həmən o əmrləri, qanunsuz əmrləri, göstərişləri icra edəcəklər. Onlar düşünməlidir ki, onlar bu vətəndə yaşayırlar. Onların da ailələri var, evladları var, uşaqları var. Necə ki, Saddam Hüseynin də axır at oynadırdı. Bütün Rosgvardiyada, üzr istəyirəm, bütün qüvvələr də, ordu da onun tabiçiliyində idi. Gördünüzmü nələr baş verdi? Kaddafi eyni şəkildə. Başir Asadın qardaşı Sevinç xanım orduya başçılıq edirdi. Gördünüzmü? Ona görə də qurtara bilmədi onu. Bəli, yəni burada bu təyin edəcəklər, etməyəcəklər. Bunlar qorxularından bu addımları atırlar. İndi yəni göstərmək üçün ki, mən özümə tabi edirim. Özünə tabi edirdim, vaxtilə tuman yox. Qumarxanalarda yox. Gəlib xalqının yanında olardı. Nəgər səndə o qeyrət var. Əgər həqiqətən sənin az da olsa bu xalqa, bu vətənə bağlılığın. Teşekkür ederim. Biz verilişimizin əvvəlində anons etdik ki, Berlində keçən danışıqlarda toxunacağıq. Elxan bəy nə deyə bilərdiniz? Beləliklə, Steve Witkoff 2 gündür orada danışıqlardadır. ABŞ prezidentinin kürəkəni Jared Kushner da oradadır. Prezident Zelenski də iştirak edib və mən belə başa düşürəm ki, hələ ki bir yalnız güzəştdən söhbət getmək, danışmaq olar. Bu da deməli, səhv etmirəmsə NATO üzvlükdür. Elədirmi? NATO üzvlüyünə bərabər olan 5-ci artikl. Təhlükəsizlik qarantiyalarıdır. NATO üzvlüyünə bərabər olan təhlükəsizlik qarantiyaları. Buyuruz, nələr görürsünüz, nə yerdə durursunuz? Nə görürəm? Əslində, bilirsiniz də, həm də Almaniyada, Almaniya-Ukrayna deməli, iqtisadi forum idi, 8-ci forum. Və böyük əmrliklə demək olar ki, Almaniyanın hərbi sənaye kompleksi ilə Ukraynanın hərbi sənaye kompleksi birləşir müəyyən mənada və ilk dəfə olaraq
Ukrayna özünü biz burada Ukroboronprom deyirik də, yəni hərbi sənaye kompleksinə, dövlət konsernə. İlk dəfə olaraq ölkədən kənarda filialını Almaniyada açdı. Almaniyanın Wiesbaden şəhərində bizim NATO nümayəndəliyimiz var, 700 nəfərlik, yəni tanıyırıq, dostlarımız çoxdur. Və Almaniya bizim üçün əsas dünya silahlarını Ukraynaya verən dövlətdir. Belədir. Polşa üzərindən fərqi yoxdur, aradan olursunuz. Və bu danışıqlar yeganə danışıqlar idi ki, bilirsiniz də 7-ci raunddur, mart ayından üzvəri. Ən qapalı danışıqlar hesab edilirdi. Dünən 5 saat davam etdi, heç bir briefing, heç bir arayış, heç nə bildirilmədi. Deməli, səhər-səhər birinci olaraq bu günləri, daha doğrusu günortaya yaxın ki artıq cənab Friedrich Merz özü də qatışdı, dönənləri moderatorluğu vermişdi köməkçisinə Günter Zott elə. Bu günləri özü də qarışdı və Ukrayna tərəfdən əyləşdi danışıqlara. Ukrayna Xarici İşlər Nazirinin birinci müavini cənab Sergey Kislitsev uzun müddət Ukraynanın NATO'dakı nümayəndəsi idi və proqnozlaşdırmaq olar ki, gələcək Xarici İşlər Naziri olacaq yaxınlarda. O yazdı ki, çox belə gözəl danışıqlar gedir. Bu növbətçi diplomatik sözlər idi. Ardınca bizim dostumuz Rüstəm Ömərov bildirdi, günorta üstü bildirdi ki, elə danışıqlar gedir ki, super danışıqlar gedir. Hamı da bilir ki, bunların hamısı belə deyək də, Amerika ilə münasibətləri pozmamaq üçün deyilən ifadələrdir. Axı, burada bir nömrəli məsələ var. Bir nömrəli məsələ ərazi məsələləridir. Ərazi məsələlərinə toxunmuruq, nə edən istəyirsiniz danışaq. Nə qədər istəyirsiniz bir-birimiz tərifləyik. Və ardınca axşam, bu gün axşam üstü daha doğrusu, deməli, Almaniya-Ukrayna iqtisadi forumu bitəndəki yekun sözü və təşəkkür sözü bildirirdi. Zelenski ola baltanın dibindən vurdu. Dedi, məsləhətləşmələrimiz davam edəcək. Yəni, bu danışıqlar zıddır deyildi. Məsləhətləşmələrdir. Yəni, nə baş verir? Baş verən bundan ibarətdir ki, Ukrayna tərəfinin dediyin 7 saat dinləyən Amerika Birləşmiş Ştatları tərəfi, bilmirəm, indi Berlindən getdilər, yoxsa qaldılar, sabahda birisində bir də görəcəyik ki, yəqin Rusiyadadılar. Və bir də, yəni, hamı elə bir ki, bir-birinin gözünə külü fürür və hamı bir yerdə Sayın Trump üçün bir tamaşa düzəldiblər. Ki, Amerika Birləşmiş Ştatları doğrudan da istəyir Trump müharibəni dayandırsın, amma belə dayandırmırlar müharibəni. Müharibəni dayandırmanın iki yolu var. İki yolu. Ukraynanı yaxşı silahlandırmaq, bir. İkincisi, Çini məcbur etmək, Rusiyanı dayandırmaq. Başqa variantı yoxdur. Mən sizə bu günləri bizdə, deməli, universitetimizdə bizdə kimi istəyirlər? Kiyevski Международный Sosioloji Xidmət, İnstitut Sosioloji. Onun sorğularının nəticələrini bildim. 95% Ukraynalı, 75'i bir mənalı deyil. 17-18%'ə qədər də deyir, bu mövzuda danışmaq olar. 75% deyir ki, kategorik torpaq məsələsi ümumiyyətcə müzakirə söhbəti deyil. 75%. Nə demək istəyirəm? Heç nə dəyişmir, dəyişə də bilməzdi. Bunların hamısı təbii ki, zaman udmaqdır. Zaman bir mənalı olaraq Rusiyanın əleyhinədir. Bu, həqiqətən belədir. Ola bilsin, müəyyən bu bir texnoloji gedişdir. Yaxud doğrudan da Amerika Birləşmiş Ştatları rəhbərliyi doğrudan da elə bilir ki, Ukraynada nə bilim, kimsə razılaşar torpaq verməklə. Hətta siyasi hakimiyyət bilərəkdən ki, referendum məsələsi filan atır ortaya. Mən Ukrayna konstitusiyasını çox yaxşı bilirim. Ukrayna konstitusiyasında bu məsələni başa gətirmək 2 il, 4 çağırış sessiya lazımdır. Aydın. Birinci çağırış Təşəkkür təkliflər verilir. İkinci çağırış sessiyalarda qoşulur. Konstitusiya məhkəməsi qərar verir. Və bu elə bir həngamədir ki, 2 il ən azı, yəni 4 sessiya, 2+2. Ona görə boş şeylərdir təbii ki. Ukrayna öz işini görür. Döyüş meydanında vəziyyət pis deyil, qar yağır. Ruslar təbii ki, indi o qarın üzərində o tərəfə qaçan biabırçılıqdır. Bu Yaxlar İsa bəy də dedi. Bu muzlular ki var, dünyanın hər yerindən. Deməli, bunlar nəyəsə bir 170 minə qədər idilər, indi 155 min qalıblar. Heç nə dəyişən deyil. Əsas döyüş bölgələri, elə Siverskdə, Pokrovskda, Kramatorskda, Konstantinovka istiqamı, hamısı. Kupianskda bu günləri də oradan da Ruslar çayı qaçdılar, adladılar Askol çayı. Və belə,
Heç də dəyişmir. Təşəkkür edirəm. Vaxtda üzr istəyirəm. Bu günləri Almaniya Federal Respublikası ilə Ukrayna dron istehsalı ilə bağlı birgə Zoom dronlar ki, deməli bunlar ovçu dronlar da adlandırıla bilər. 40 dəqiqə havada durur, 200 metr yüksəklikdə. Səsi də yoxdur. Deməli və 15 kilometr məsafədən istədiyi ovu edə bilir. Buna oxşar dronlar təkcə İsraildə var. Amma bizim Ukrayna konstruktorları ilə Almanların bu təklifi daha, belə deyək, müasirdir. Bunun da müqaviləsi bağlandı və artıq 10 minlərlə deyilənə görə istehsal ediləcək. Müqavilədə belə yazılır. Elxan Nuriyev, İsa Sadıqov, Orxan Ağayev, təşəkkür edirəm sizə, minnətdaram. Sağ olun. Çox sağ olun. Sağ olun. Sağ olun. Sağ olun.